Bakıda 4 gün əvvəl filmlərdəki kimi bir qəza oldu. Sonra nə baş verdi? Ard-arda buna bənzər dəhşətli qəzalar olmağa başladı. Yadınızdadır, 3 ay bundan əvvəl Azalın təyyarə qəzası oldu. Bundan sonra birdən-birə ard-arda dünyanın dörd bir yanından təyyarə qəzası xəbərləri gəlməyə başladı. Bütün bu olanlar təsadüfdür, yoxsa beynimiz bizə oyun oynayır. Bəlkə də bu sadəcə medianın şişirdərək gündəmdəki xəbərləri gözümüzə soxmasına görə belə. Əslində hadisələrin bir-birinin ardınca baş verməsi psixoloji bir xəta olan qruplaşma illüziyası, yəni clustering illusion ilə izah olunur. Bu təsadüf hadisələri bir-birinə bağlayaraq məntiq axtarmağa çalışmaq demək. Məsələn, bir gündə sən küçədə ard-arda 3 dənə qırmızı maşın görsən, düşünərsən ki, bir gündə niyə bu qədər qırmızı maşın qabağına çıxdı? Bu normal deyil. Beynimiz elə fikirləşir ki, bunun bir səbəbi var, amma bu sadəcə bir təsadüf. Bundan əlavə travmatik və sarsıdıcı hadisələr daha tez xatırlayırıq. Məsələn, bir qəza baş verdikdə sanki ətrafımızda daha çox qəza baş verilmiş kimi düşünməyə başlayırıq. Bu isə psixologiyada mövcudluq heuristikası adlanır. Media isə bu hissi daha da gücləndirir. Məsələn, sosial mediada bu günlərdə qəza xəbərləri daha çox gündəmdə olduğu üçün daha çox reaksiya toplayır. Və nəticədə xəbər saytları oxşar xəbərləri şok başlıqlar adında bizlərə təqdim edirlər. Amma hər gün baş verən minlərlə adi xəbərləri göstərmirlər, çünki bu maraqlı deyil. Elə buna görə də bizlərə elə gəlir ki, eyni hadisələr ard-arda baş verir, amma elə deyil. Bu sadəcə bir təsadüf. Qəzalar da belədir. Bəzən təsadüfən çox olur, bəzən isə heç olmur. Bu dünyanın qaydasıdır. Bu mövzu haqqında bəs siz nə fikirləşirsiniz? Sizcə də bu belədir? Fikirləriniz maraqlıdır, yazın. Əgər videonu bəyəndinizsə like edin, bəyənmədinizsə də keçin. Hər iki halda izlədiyiniz və dəyər verdiyiniz üçün çox sağ olun. Mən getdim.